Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli Elmi Yamlaç kanalının izləyiciləri. Bugün sizləri Qızılqum ərazisindən salamlayıram. Mərdəkan buzovma şosesi. Gördüyümüz bu obyekt təzə inşa olunub, gələcəyinə nə olacaqsa Allahın köməyinə hamımız görəcəyik, Allah xeyir versin. Bunun qarşısında Arzu restoranı. Sola keçirik. Əvvəl Karavella restoranı idi, indi olub Akula restoranı və ondan da qabaqda Təzə Qoşaqala restoranı, indi oldu Şəkikqala restoranı. Bu restoranlara yaxın, mərkəzi yolun düz ikinci həyətdir də, qarşısından yol keçir, ikinci həyəti sizlərə təqdim edəcəm. 12 sotdur. Ümumi olaraq 12 sot torpaq, sənəd bütöv olaraq qubçadır. Həyətdə 2 mərtəbəli, hal-hazırda biz durduğumuz mansard hissəsi var. Beton, monolit betonla inşa olunub. Allahın köməyinə buradan düşəndən sonra ikinci mərtəbəni, birinci mərtəbəni, həyətdə nə yerləşirsə onları sizlərə təqdim edəcəm. Allahın köməyinə bir daha da söyləyirəm, bizi izləməyə davam edin. Çəkilişimizin axırında da sizlərə buranın qiymətini söyləyəcəm. Qazı, suyu, işığı, interneti, telefon xətti, hətta mərkəzi Hacı Zeynalabdin Tağıyev küçəsi burada olduğu üçün bilmirəm, bu qonşular qoşulub, orada kanalizasiya xətti də var. Kimsə istəsə aparıb qoşa bilər. Sağımız, solumuz maşallah, Allah xeyir versin. Hamısı villalardır, gözəl insanlar, necə deyərlər, elit ərazidir, belə deyim də. Allah hamısına bərəkət versin, Allah hər kəsin malına bərəkət versin. Düşürük buradan indi biz ikinci mərtəbəyə. Dəyərli izləyicilərimiz, biz hal-hazırda evin ikinci mərtəbəsindəyik. İkinci mərtəbəsində olan eyvan, həyətə baxır, həyətdəki maşallah, hamısı meyvə ağaclarına əkilib, becərilib, çox baxımlı bağdır, amma bu bağda yaşayış yoxdur hal-hazırda. Onunla belə maşallah, çox qəşəng, səliqəli. İkinci mərtəbədə 2 dənə yataq otağı yerləşir. Birinci yataq otağı bütün əşyalarla birlikdə satılır. Evdə, həyətdə nə görürsə hamısı qalacaq. Ev yüngülcə olaraq təzəlikcən restavrasiya olunur. Yəni səliqəlidir, bağ kimi. Hətta satılana qədər ev sahibi dedi ki, bəlkə kimsə istəsə kirayə də verə bilərəm. Düz deyilsin. Ay sağ ol. Gəlin də ikinci yataq otağına göstərək. Buyurun. Verandası ikinci mərtəbənin çox qəşəngdir. Arzu restoranı dənizə yaxın olduğu üçün demək olar ki, burada hal-hazırda biz dəniz havası çəkirik içimizə. Veranda bütöv olaraq maşallah oturursan burada qəşəng təmiz hava. Düşürük indi evin həyətinə və birinci mərtəbəsinə. Həyət maşallah çox qəşəngdir. Yerləşmə yeri superdir də, super. 12 sot qubçalı. Əslində kimsə istəsə evi söküb, burada bir ev və yaxud da bölgü eləyib 2-3 yerə bölüb ev tikib satmaq üçün və yaxud da 3 qardaş, 2 qardaş alıb bölüb birlikdə yaşaya bilərlər ev tikəndən sonra. Sol tərəfdə qapıdan keçən kimi 6 qaraj kimi istifadə olunur. Yuxarısı isə gözətçi evi kimi istifadə oluna bilər. Ora keçməyəcəm indi. Amma birinci mərtəbəni də göstərim sizə. Evin arxasını göstərim. Orada havalıq qoyublar. Yəni evin arxasına tök olaraq keçmək olur. Həm bu tərəfdən qapı qoyublar, həm də o tərəfdən qapı qoyublar. Evin arxa hissəsi. Bütün elektrik şitləri, bütün kondisionerlər, evin istiliyi bütöv olaraq kombi sistemi ilə təchiz olunur. Yenə birinci mərtəbədə olan veranda oturmaq üçün stul maşallah hamısı da var. Birinci mərtəbənin pəncərələri hamısı dəmir barmaqlarla təchiz olunur. Dəyərli izləyicilərimiz, evin həyətində hovuz olmadığı üçün hal-hazırda ev sahibi həyətdə Intex hovuzundan istifadə eləyir. İşlək vəziyyətdədir, filtrlidir.
Yəni kim istəsə yayda istifadə oluna bilir. Tam işlək vəziyyətdə. Həyətdə turnik də var, dartının. Həyətdə yerləşən əlüzyuyan yer, hamam, bizi izləməyə davam edin. Hələ biz evin birinci mərtəbəsini sizlərə təqdim eləməmişik. Edəcəm. İki dənə ayaq yolu yan-bayan var. İki dənə yan-bayan ayaq yolu yerləşir. Biri burada. Biri də burada. Onu yine göstərmədim. Eyni hamısı təmirli, qəşəngdir. İndi isə keçək evin birinci mərtəbəsini. Həm qonaq otağın, həm də mətbəx otağını sizlərə təqdim edeyim. Deyirsən, arxa-arxaya meyvə ağacı var. Burada meyvə ağacı görmüşəm. Dekorativ ağaclardan keçmişik, meyvə ağacı görüm də arada. Ya Allah. Evin birinci mərtəbəsi. Mətbəx. Mətbəx mebeli, paltar yuvan maşın, soyuducu, divan, oturacaq stolları, hər bir şey mövcuddur bugünkü gündə. Əziz izləyicilərimiz, evin qiyməti bugünkü gündə 520.000 manatdır. Start başlanğıc qiymətdir. Deyərsiniz ki, niyə baha 12 sotun içərisində belə bir köhnə ev? Ev köhnə deyil, möhkəm tikilmiş bir evdir. Yer önəmlidir. Местоположение, necə deyərlər, location, yerin özü bahalı yerdir. Hacı Zeynalabdin Tağıyev küçəsi, mərkəzi Buzovna, Mərdəkan şosesi, bütün obyektlərin yanı. Demək olar ki, ikinci evdir. İkinci ev. Onun üçün burada torpaqların qiyməti 40.000, 35.000, 50.000-ə gəlib çıxır ki. Bugünkü gündə də bu ev sahibi qiymətin 520.000 edir. Buyurun. Burada qonaq otağı. Yer bütöv olaraq isti döşəməylə təmir olunub. Birinci mərtəbə. Bütöv olaraq. Dəyərli izləyicilər, kimlər bu evlə maraqlansa, kimlər bu yerlə maraqlansa, bizi ilə əlaqə saxlayın. Çünki başqa əmlakçılarda bu ev olmayacaq demək olar ki. Bu ev ancaq bizdə olacaq. Ev sahibi çox sağ olsun, bizə inanıb, bu evi bizə verir ki, bu evi verirəm sizə. Müştəri gətirin, danışın, satın, Allah xeyir versin. Kim alacaqsa bir daha söylürəm, Allah xeyir versin. Çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.